Salam hər bir kəsə. Bugünkü mövzumuzun adı dağlardır. Dağlar yer səthinin əsas relyef formalarından biri olub və qurunun 40%-dən çox hissəsini əhatə edir. Dağlar bir-birindən yaranmasına görə, mənşəyinə görə və yaşına görə fərqlənir. Mənşəyinə görə dağlar tektonik və vulkanik olur. Deməli, dağların hündürlüyü, məsələn, 1000 metrə qədər olan dağlar alçaq dağlar, 1000-2000 arası orta dağlar, 2000-dən yuxarı isə yüksək dağlar hesab olunur. Tektonik dağlar bölünür qırşıq, faylı və qırşıq faylı dağlar qrupuna. Qırşıq dağlar haqqında danışaq. Qırşıq dağlar seysmik zonalarda sıxıl laylaların sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırşıq dağ sistemi Şimali və Cənubi Amerikanın qərbində yerləşən Ant-Kordilyer dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən Piriney, Apenin, Alp, Karpat, Qafqaz, Zaqroş, Kopet dağ, Pamir, Hindukuş, Qaraqorum, Himalay, sonra Afrikadakı Atlas dağları da qırşıq dağlar hesab olunur. Sonra qırşıq faylı dağlar bəs hansılardır? Qırşıq faylı dağlar yer kürəsində seysmik fəallığın tamamilə itirməmiş ərazilərdir və belə dağlara Altay sayan Tian-Şan dağları əlavə edə bilərik. Və bu dağlar yenidən tektonik proseslərə məruz qalmışdır. Qırşıq faylı dağlar həmin bu Altay sayan Tian-Şan Paleozoy erasında yaransa da Kaynazoyda yenidən fəallaşmaya məruz qalmışdır və ona görə məhz qırşıq faylı dağlar hesab edilir. Sonra faylı dağlar bəs. Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlar hesab olunur. Və onlara biz Kap, Əjdaha, Ural, Apalat, Skandinaviya, Böyük su ayrıcı və s. dağları bura aid edə bilərik. Sonra Ə, yəni bəzi testlərdə olur. Məsələn, bu şəkilləri verir, bu adlar gizlənir. Həmin bu adlar gizlədirlər və bu şəkilləri verir. Deyir ki, uyğunluğu müəyyənləşdirin. Məsələn, bu hiss olunur ki, dağların şiş ucu zirvəsi aydın seçilir. Deməli, bu qırşıq dağlardır. Qırşıq dağlar biz ən çox Kaynazoy erasında yarandığını deyə bilərik. Sonra faylı dağlar isə qədim dağlar hesab olunur. Yəni qırşıq faylı dağlar cavan, faylı dağlar qədim dağlar, qırşıq faylı isə məsələn Altay, Sayan, Tian-Şan dağları ki, bu üçünü əlavə edə bilərik. Onlar paleozoyda yaransa da, yenə təkrar edirəm, kaynozoyda yenidən fəallaşmaya məruz qalıb. Sonra vulkanik dağları. Biz bayaq dedik ki, dağlar iki qrupa bölünür. Yəni vulkanik dağlar, tektonik dağlar. Tektonik dağlar haqqında danışdıq. Biraz da vulkanik haqqında danışaq. Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır. Adətən belə dağlar silsilə yaratmır, konus formasında olur. Yəni testlərdə çıxacaq ki, vulkanik dağlar silsilə əmələ gətirir. Xeyr, əmələ gətirməyəcək. Sonra və konus formasında olur və nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adasındakı Mauna Kea dağıdır ki, 10.000 metrdən biraz çoxdur. Sonra buraya əlavə edə bilərik Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotapaxi vulkanların əlavə etmək olar. Sonra dağların zirvəsi var. Zirvə dağların ən yüksək hissəsidir. Qədim dağlar daha çox aşınmaya məruz qaldığı üçün zirvələri daha hamardır. Və pik nədir bəs? Pik dağların şiş uclu zirvəsidir. Sonra dağ yalı nədir? Sıra dağların ən hündür hissəsinə deyilir. Sonra aşırım nədir? Nisbətən az yüksəyə malik olan, keçid üçün əlverişli olan hissəsinə deyilir. Ətək dağın ən aşağı və düzənliyə qovuşan hissəsinə deyilir. Yamaz dağın zirvəsi ilə ətəyi arasında olan meyillik hissəsinə deyilir. Bunu təxmini olaraq təsvir edək. Elə burada xəritədə sxemdə göstərək. Məsələn, təsəvvür edin ki, bu ən uca pik, yəni zirvədir. Sonra bu dağın ətəyidir.
Sonra yamaç bu hissəyə deyiləcək. Məsələn, təsəvvür edin ki, burada bir dənə də dağ var. Həmin bu dağla bu dağın arasında olan hissə isə aşırı adlanacaqdır. Sonra davam edək. Hə, alçaq dağlar bayaq bu haqqında danışdıq ki, bəs 1000 metrdən aşağı olan dağlara alçaq. Məsələn, bura Çoban dağ 890 metr, eyni zamanda Boz dağ, Ləngəbil silsilələri aid edə bilərik. Orta hündürlüklü dağlar isə 1000-2000 metrə qədər olur. Ural, Krım dağların əlavə edə bilərik. Hündür dağlar isə 2000 metrdən yüksəkdir. Məsələn, Pamir, Karpat, Ant, Himalay kimi dağlardır. Dağların hündürlükləri verilib burada. Dağların hündürlüklərin təkrar edək. Məsələn, Himalay dağlarının ən yüksək zirvəsi Comolungma və Everest zirvəsi 8848 metr. Qaraqorun Coqori zirvəsi 8611 metr. Hindukuş Trismir Doruk 7708 metr. Pamir Səməni Piçi 7000 Səməni sonra hündürlüyü 7495 metrdir. Bu Tacikistan ərazisində ən hündür zirvəsidir. Amma Pamirin ən yüksək, ən hündür zirvəsi Kongur zirvəsidir. Çin ərazisindədir. 7719 metr. Yəni soruşsa ki, Pamirin ən hündür zirvəsi Səmənidir. Səməni pikidir. Xeyr, bu yanlış ifadə olacaq. Çünki Pamirin Tacikistan ərazisində ən hündür zirvəsi budur. Amma Çin ərazisində isə Konqurdur. 7719 metr. Sonra Tian Shan'ın qələbə pikidir 7439. Kunlun Şanın 7167 metr. Ant dağların Aconcagua 6960 metr. Kordilyerdə McKinley ikinci adı Denali dağı da kimi görə bilərsiniz. 6194 metr. Onu da qeyd edək ki, Aconcagua Cənubi Amerikanın ən hündür zirvəsi. Kordilyerdə McKinley isə Şimali Amerikanın ən hündür zirvəsidir. Sonra ardınca gəlir Kilimanjaro Afrikada yerləşir 5895 metr. Bu da Afrikanın ən hündür zirvəsidir. Qafqaz dağlarının ən hündür zirvəsi Elbrusdur 5642 metr. Ağrı dağ burada səhv edib. Ağrı dağ 5165 metr. Deməli Türkiyə ərazisindədir. Vinson Antarktidadır. Antarktida materikində yerləşir 5140 metr. Sonra Efiopiya yaylası Ras Daşandır 4620 metr. Zagroş İranda 4000 yəni ən hündür zirvəsi Denadır 4409 metr. Altayda Beluxadır 4506 metr. Atlasda Tupkaldır. Bura yazılmayıb. Qeyd edək. Atlasda Tupkal. Atlasda Tupkaldır 4165 metr. Alp dağlarında Mont Blanc'dır 4807 metr. Sonra Qaylı dağlar. Bunu öyrənməyə heç ehtiyac yoxdur. Sonra Sayan təxminən bilməlisiniz ki 3500 metrdir. Pirney dağları Anitopiki deyilən bir zirvədir və 3404 metr. Apenində Gorne Grande 2912 metr. Yəni bunları öyrənməyə ehtiyac yoxdur hündürlükləri. Məsələn, Qayalı, Sayan, Pirney, Apenin. Amma məsələn Karpat dağlarını bilsəz yaxşı olar. Gelxovski 2655 metr. Skandinaviya həmçinin bilmək lazımdır. Qalxan Pitken 2469. Böyük Suayca Kastyuşka 2228. Krımda Roman Koşdu 1545 metr. Əxəkkər yaylasında məsəl üçün Krım dağlarında hündürlüyünü bilmək lazımdır. Onu da qeyd edək ki, Ukrayna arasında yeganə cavan dağ Krım dağıdır. Əxəkkər yaylası 2918 metr. Bunlar şahid dağlardır. Afrikada yerləşir, Böyük Səhra ərazisində. Sonra Tibesti dağlarıdır 3415 metr. Sonra Darfur 3088, Qiviyana yaylası 2875 metrdir. Sonra materiklərin ən hündür zirvəsinə baxaq. Məsələn, Şimal Amerikada ən hündür zirvə McKinley'dir 6194 metr. Cənubi Amerikada Aconcagua 6960 metr. Afrikada Kilimanjaro 5895 metr. Kastyuşka Böyük Sahil dağlarında 2228 metr. 2228 metr. Sonra Qayalı dağları 3220 metr.
Ümumiyyətlə dünyanın ən hündür zirvəsi Everestdir, 8848 metr. Amma burada Avropa qitəsində 4807 metr Mont Blanc'dır. Sonra e, dağlar haqqında bir də ki, burada Antarktida materiki var. Təbii ki, burada Vinson massividir, 5140 metr. Və dağların belə deyək də, yəni dağlar haqqında danışdıq. İndi isə relyef haqqında, yer səthinin relyefi haqqında danışacağıq. Ə, Yer səthində ölçülərinə görə relyef formaları 5 qrupa bölünür. Planetar, mega, makro, mezo, mikro relyef formalarıdır. Planetar ən böyüyüdür və bura aiddir materiklər, okeanlar, Orta okean dağ silsilələri, Ant Kordilyer, Alp Himalay dağ sistemləri bura aid edəcək. Sonra mega relyef formaları planetardan nisbətən kiçikdir. Ant, Alp, Qafqaz, Himalay, Mesopotamiya ovalığı, Braziliya yayası, Tian-Şan dağları və s. kimi dağları bura aid edəcək. Makro relyef formaları isə mega relyefin kiçik hissələridir. Yəni ən böyüyü planetardır, ondan biraz kiçiyi megadır, ondan biraz da kiçiyi makrodur, ondan biraz da kiçiyi mezodur, ən kiçiyi isə mikro. Yəni bu formada gedir ardıcıllıqla. Makroda isə məsələn mega relyefin kiçik hissələridir. Baş Qafqaz, yan silsilə, Qovdağ, Niyaldağ, Muğan düzü, Şirvan düzü, Şollar düzü, Lənkəran ovalı, Qarabağ silsiləsi aid edirik. Sonra mezorelyef forması isə əsasən eksogen proseslərdən yaranır. Çay dərələri, kanyonlar, troq dərələri, morenlər, Yarğan, Qobu, moren tirələri. Sonra dağların zirvələrini də bura aid edəcəyik. Mikro relyef forması daha kiçik relyef formasıdır. Kars qıfıdır, düyündür, barxandır. Bu kimi relyef formasıdır. Məsələn, burada bir şey nəzərinizə çatdırım. Məsələn, təsəvvür edin ki, Ant Kordilyer dağ sistemi. Bu, biz planetara aid edirik. Məsələn, bax, bunu Ant Kordilyer eləməyək. Deyək ki, məsələn, Alp Himalay geosinkronal qurşağı. Bu Alp Himalaydır və biz bunu planetar relyef formasına aid edirik. Sonra Alp Himalayda fikir verin, Qafqaz dağları yerləşir. Təsəvvür edin ki, bu bizim Qafqaz dağlarımızdır. Qafqaz dağları Alp Himalay geosinkronal qurşağının tərkibində yerləşən nisbətən kiçik relyef formasıdır və buna deyirik mega relyef forması. Qafqaz dağlarının içərisində silsilələr ayrılır. Məsələn, Baş Qafqaz silsiləsi, yan silsilə və yan silsilə deyək. Məsələn, buradan təsəvvür edirik ki, yan silsilə var və yan silsilənin də ən hündür zirvəsi. Məsələn, Şahdağ zirvəsi 4243 metr. Sonra bu ardıcıllıqla formalaşır. Yəni, Alp Himalay geosinkronal qurşağına, yəni Alp Himalay qurşağına biz dedik planetar relyef forması, onun nisbətən kiçik forması Qafqaz dağları oldu. Mega relyef forması, Qafqaz dağları da özü silsiləyə bölündü və həmin silsiləni makro relyef forması adlandırdıq və həmin silsilənin də zirvəsinin mezorelyef formasına aid etdik. Sonra morfostruktur, morfosluptur relyef formaları var. Morfostruktur daxili endogen qüvvələrin təsiri nəticəsində yaranır. Məsələn, planetar, mega və makro relyef formaları morfostruktura aiddir. Çünki fikir verin, Alp Himalay geosinkronal qurşağı, yəni Alp Himalay dağ qurşağı, Ant Kordilyer olsun, Orta okean dağ silsilələri olsun, sonra dağların zirvələri olsun, silsilələrin özləri olsun. Yəni bunların düzənliklərin özləri olsun. Yəni Küraraz da özü içərisində bölünür. Salyan, Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Salyan. Yəni bu kimi düzlər də bölünür. Bunlar hamısı ümumilikdə daxili endogen qüvvələrin təsiri nəticəsində yaranır. Ona görə planetar mega makronu morfostruktur relyef formasına aid edirik. Yəni morfostruktur endogen proseslərin təsirindən yaranacaq, morfosluptur isə eksogen, yəni xarici amillərin təsiri ilə formalaşacaq. Məsəl üçün, morendir, çay dərəsidir, Kars mağarasıdır, meteor
ə, belə deyək, düşməsi nəticəsində yaranan göllərdir. Sonra bu kimi relyef forması, yəni xarici amillərin təsiri ilə formalaşanlar morfoksluqdur, relyef formasıdır. Dərsimiz bura qədər. Növbəti dərslərimizdə görüşənədək. Sağ olun.